dostlar, bu günləri kazini 1000 kupa eləyirik. 15 kupa qaldı. Elə bu günləri kazini astım. Dedim elə bu günlərdə 1000 kupa eləyəcəm və getdik. İlk oyunumuza başladıq dostlar. Görək necə olacaq. Serimiz yoxdur deyə 2 round uda bilsək 1000 kupa oluruq. Və burada Rikonu apardıq biz. Bu çox pis oldu. Çox pis oldu. Ölmədik. 28 canla qaldıq. Bu çox qəşəng oldu və ilk raundu tutduq. İkinci raundumuza başladıq. Görək ikinci raund necə olacaq. Məncə bu oyun bizimdir. Riko. Çox pis oldu bu Riko'nun bizi öldürməsi. Riko özü də öldü və Edgar. Görək Edgar öldürə biləcəkmi bizim Edgar və öldürdü. Bu oyunu dostlar son 5 kupa qaldı. Yəni son oyun getdi. Və dostlar qaldığımız yerdən davam edirik və utduq. İkinci raundumuz qaldı bir dənə. Bu ikinci raundu da inşallah utsaq 1000 kupa olacaq və az qala ölmüşdük. Ölmədik ancaq. Görək. Bir dənə Colt qaldı. Coltdakı asandır. Coltu mənə bıraxsalar. Çünki bu oyunda güclü oynaya bilmədim, amma nəysə. Və dostlar, kazemizdə 1000 kupa oldu. Sonra görək neçə prestij olduq. Ünvanı da ninjaymış. İlk dəfə də gördüm. Və dostlar, 45 prestij olduq. Daim oğlu Elsəvərə təşəkkür eləyirəm. Sizin də izlədiyiniz üçün təşəkkür eləyirəm. Bir də videoya like atıb abunə olmağı unutmayın. Sağ olun.